Baxın futbolçusu yerdədir. Futbolçusu yerdədir və qapıdan zərbə. Əliyar Ağayev indi zədəli oyunçunun yanına gəlir və futbolçular arasında gərginlik yaşanır. Richard Almeida ilə Araz Abdullayev arasında gərginlik. Almeida bildirirdi ki, orada zədəli futbolçumuz var idi. Topu meydandan çıxarmaq lazım idi. Hətta Rəşad Sadıqov da indi iradını bildirir Araz Abdullayevə. Bəli, Abdullayevin mübarizəni davam etdirməsi aranı daha da qızışdırdı. Qara Qarayev zədələnib. Ayağa qalxır amma. Gənc futbolçumuz hər şey qaydasındadır. Bu da epizodun təkrarı. Nadirov. Var ki, qapçı ilə təhbidək qalmışdı və bu fürsəti dəyərləndirə bilmədi. Neftçi azarkeşlərini görürsünüz siz. Məşəllər yandırıblar.